çox güman ki, xəbərlər verəcəyəm. Deməli, dəyərli vətənlərin Müdafiə Nazirliyində bərbad vəziyyət hökm sürür. İlham Əliyev xalqın anasını ağladıbdır. İlham Əliyev Müdafiə Naziri və İlham Əliyev ordunun, xalqın anasını ağladıbdır. İndi deyir ki, Zəngəzura soxacam sizi savaşmaq üçün. Hətta İlham Əliyev öz ordumuz üçün təxribatlar da hazırlayıb. Şərtsiz, namus İlham Əliyev. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Azərbaycan xalqı nə gündədirsə, Azərbaycan ordusu ondan da betər gündədir. Bütün komanda verənlər, yuxarıda oturanlar hamısı götürənlərdir. Yuxarıda oturanlar bəzi kombirik səviyyəsinə qədər müstəsna komandirləri çıxmaq şərtindən axırı 42 olan adam zəng eləmə. Şey dəqiq qoyun buna biz... Neçə dəqiq geliyorum. Salam Qabil müəllim. Salam, salam. Yayımdayım. Xahiş edirəm zəng vurmayın. Mane olursunuz. Yaxşı, yaxşı. Sonra. Deməli, dəyərli vətənlərim, dostlar, o yayımı qoşum təkrar. Təkrar. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, bir şey dəqiqə, Dəyərli vətənlərim, dəyərli soydaşlarım, yayımımız davam edir. Bilirsiniz ki, zəng gəldiyindən dolayı ayrılmaq zorunda qaldıq. Dostlar, Azərbaycan ordusundan danışırdıq və tiktokerlər buradan xahiş edirəm yayımı götürün, müəyyən hissələrini paylaşa bilərsiniz. Azərbaycan ordusunda, Azərbaycan ordusunu gününə qoyublar. Bu boyda qəhrəman ordumuzun içinə ediblər. Necə ölkənin, xalqın içinə ediblər. Anamızı mələr qoyublar, eləcə də Azərbaycan ordusunu göyə döndəriblər. Çünki Ali Başkomandan göydür. Ali Başkomandan göydür. Dəyərli vətənlərim, Müdafiə Naziri general olana, Müdafiə Naziri olana kimi ələti o izə keçməyibdir. Mənə bir dəfə İlham Əliyev görənin Səngərdə olduğunu göstərə bilərsinizmi? Ordudan başa çıxmayanlar. Mən arxa dayaq məntəqəsində olan o təlim üçün səngərləri demirəm. Mən deyirəm ki, bu İlham Əliyev verəni bir dəfə səngərdə görübsünüzmü? Paşinyanı dəfələrlə görmüşük. Zelenskini dəfələrlə görürük. Bir dəfə bu verən İlham Əliyevi görmüşsünüzmü siz səngərdə? Hərbiçilərin deşiyinə kimi yoxladılar, elə İlham Əliyevdən görüşə çıxartdılar. Nətəri Zelenski, Erdoğan, Zelenski, Paşinyan görüşəndə hərbiçilərin bütün silahları üstündə olur. Ancaq İlham Əliyev görüşəndə deşiyinə kimi yoxlayırlar hərbiçiləri. Çünki İlham Əliyev gözündən qorxur. Baxmayaraq ki, İlham Əliyevin gözünü Lütfi Topal qumarda udubdur, dağıdıbdır. Dəyərli vətənlərim, getdik xəbərlərə. Yayımı bəyənin, paylaşın, auditoriyanı genişləndirin. Azərbaycan ordusundan skandal danışacağım sizə. Birinci, Azərbaycan ordusunda paketlər verilirdi son zamanlarda. Komandir rota, komandir batalyon və yuxarı liniya, komandir liniyasına verilirdi bu paket. İlham, gündən qorxursan? Ordu maxələrin çiyinləri üzərində də o İlham Əliyev, ordu maxələrin çiyinləri üzərindədir. Maxələrin, gizirlərin, kiçik zabitlərin, əskərlərin pulunu niyə qaldırmırsan? Barmaqdan əmələ gələn İlham Əliyev. Nətər olur sən?
Ancaq baxın ha, orduya İlham Əliyev, bax əsas məsələ buradadır ha. İlham Əliyev orduya pul tapmır. Orduya belə verməyə pul tapmır İlham Əliyev, bu barmaqdan masturbasiyanın əmələ gələn İlham Əliyev. Orduya pul tapmır. Yəni bu boyda zabit gizir heyətinə yox, təkcə bölük komandirlərinə, tabor komandirlərinə, brigada komandirlərinə, korpus komandirlərinə və bəzi yuxarı dairələrdə mavinlərə paket verilirdi. Niyə? Çünki silahı İlham Əliyevə tərəf çevirməsinlər. O pulu da İlham Əliyev verə bilmir. Ay millət, o pulu da İlham Əliyev verə bilmir. And olsun namus və şərəfimə. Baxın, hələ orada bir var, yalandan qəhrəman donlu geyini var. Yüzünə səni tüpür, sənin üzünə, kişi üzünə tüpür sənin. 052'nin keçmiş komandiri Hikmət Mirzəyev. Səni kimi verən adam var ya orduda. Oraş, şərəfsiz, alçaq, peylər. Hikmət Mirzəyev, Hikmət Əzənovun verən olduğunu bilirdiniz. Ancaq Hikmət Mirzəyev bəziləriniz yaxşı tanıyırdınız. Onun kimi adam yoxdur. O barmaqdan əmələ gələn bütün sabit gizirləri ağaçda, nə bilim, daşda, orada, burada kim tutursa, kimi tutursa hamısının çörəyini kəsir ailəsinin. İşdən çıxardı. O. Özü Yezdi Kürdüdür o. Bu arada deyim sizə, İlham Əliyevin Bəylər Əyyubovun yerinə 2 təqdimat getmişdi. O birisi hələ əvəz edir, o bir m***os var, bir Gəncədə. Xarici kəşfiyyatın adamı var orada bir dənə. Onu elə belə əvəz eləmək üçün əmrini veriblər. 2 nəfər İlham Əliyevin müdafiəsi üçün, mühafizəsi üçün Bəylər Əyyubovun yerinə 2 nəfər kandidat var. Veriblər. Onun biri Hikmət Mirzəyevdir, biri isə Vilayət Eyvazovdur. Bildiyim qədərindən Hikmət Mirzəyevin üstünə xət çəkiblər, Vilayət Eyvazov qalıbdır. Və bəli, Bəylər Əyyubov ya izlədirlər, ya da öndadır. Bəli, İlham Əliyevin mühafizəsi, müdafiəsi də çox böyük boşluqlar var, çox böyük skandal var. Mən demişdim ki, Bəylər Əyyubov yoxa çıxandan bir neçə ay sonra İlham Əliyev getməsi onu öldürmək deməkdir. Mən bunu demişdim mi? Baxın, indi mən demirəm, o da Simpsonlar nələr yayımlayır? Mayın 16'sından Dünya Savaşı, sentyabrın 20'si Putin'in ölümü vesaire böyle. Dünenler Almanya'da neler oldu? Neler oldu Almanya'da? 500 milyardlıq büdcəni çox böyük səsdən qəbul elədilər. Ordunu dünyanın ən böyük gücünə gətirirlər. Almanya yenə qayıdır öz gücünə, dəhşətli və Mersin başçılığı altında. Değerli həmvətənlərim, dəhşətli dərəcədə Almanya. Artıq mən Almanyada, necə deyirlər, 7 ildə Almanyadayam. Cəmi heç 7 dəfə hərbiçi görməmişdim. Ancaq indi hər gün hərbiçilər qabağımıza çıxır. Artıq bir hərbi rejim, bütün o qışlalardan ordu çıxdı çölə. Aləm dəydi bir-birinə. Dostlar, Avropanın böyük ordusu, ən böyük ordu da Almanların olacaq. Bu arada bütün herkes Almanya'nın nüvə silahına sahip olmasını dəstəkləyir, amma İngiltərə paxıllıq eləyir. İngiltərə hələ dəstəkləmir. İnşallah İngiltərə də dəstəkləyəcək. Almanya nüvə silahına sahip olası bir ölkədir. Bəli. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım,